İkinci salnamələr. 7-ci fəsil. Məbədin təqdis edilməsi. Süleyman duanı bitirdikdə göydən od düşüb yandırma qurbanları və təqdimləri uddu. Rəbbin izzəti məbədi doldurdu. Kahinlər Rəbbin məbədinə girə bilmədi, çünki Rəbbin izzəti öz məbədini doldurmuşdu. Bütün İsrail övladları odun düşdüyünü və məbədin üzərində olan Rəbbin izzətini görəndə, daş döşəmənin üstündə üzüstə yerə çöküb, Rəbbə şükür olsun, çünki o yaxşıdır, onun məhəbbəti əbədidir deyərək səcdə elədilər. Padşah və bütün xalq Rəbbin önündə qurbanlar kəsdi. Padşah Süleyman qurban olaraq 22.000 baş malqara və 120.000 baş qoyun keçi təqdim elədi. Beləliklə, padşah və bütün xalq Allahın məbədini təqdis elədi. Kahinlər öz vəzifələrinə görə dayandı. Levililər isə Rəbbin musiqi alətləri ilə durdu. Padşah Davud bunları düzəltmişdi ki, o Rəbbə şükür olsun, çünki məhəbbəti əbədidir oxuyaraq, həmd eləyəndə Levililər onlarda çalsın. Kahinlər onların qarşısında kəranaylar çalırdı və bütün İsraillilər ayaq üstə dayanmışdı. Süleyman Rəbbin məbədi önündəki həyətin ortasını təqdis elədi ki, yandırma qurbanları və ünsiyyət qurbanlarının piyini orada təqdim eləsin. Çünki düzəltdiyi tunc qurbangah kiçik olduğu üçün, yandırma qurbanları, taxıl təqdimləri və piy oraya yerləşməzdi. O vaxt Süleyman və onunla birgə çox böyük bir cəmaat, Xamad keçidindən Misir vadisinə qədər yaşayan bütün İsraillilər 7 gün bayram elədi. 8-ci gün təntənəli toplantı oldu. Qurbangahın təqdisi 7 gün, bayram da 7 gün oldu. 7-ci ayın 23-cü günü Süleyman xalqı buraxdı. Rəbbin Davuda, Süleymana və xalqı İsrailə elədiyi yaxşılıqlara görə onlar sevinclə və şad ürəklə öz evlərinə getdilər. Rəbb yenə Süleymana görünür. Süleyman Rəbbin məbədini və padşah sarayını tikib qutardı. Rəbbin məbədində və öz sarayında ürəyi istədiyi hər şeyi uğurla elədi. Rəbb Süleymana gecə görünüb ona dedi: Sənin duanı eşitdim və bu yeri özümə qurban evi seçdim. Göyləri bağladığım və yağış olmadığı vaxt yeri yeyib qutarsın deyə, çəyirtkəyə əmr elədiyim və xalqımın arasına vəba göndərdiyim zaman, əgər mənim adımdan çağrılan xalqım özünü aşağı tutarsa, dua eləyib məni axtararsa və pis yollarından dönərsə, o vaxt göydən eşidib, onların günahını bağışlayacağam və torpaqlarını sağaldacağam. İndi bu yerdə edilən duanı gözlərim görəcək və qulaqlarım eşidəcək. İndi adımı əbədilik ora qoymaq üçün bu məbədi seçib təqdis elədim. Mənim nəzərim və ürəyim daim orada olacaq. Əgər sən mənim əmr elədiklərimi yerinə yetirərək atan Davud kimi yolumla getsən, mənim qanunlarıma və hökmlərimə əməl eləsən, sənin padşahlıq taxtını ucaldacağam. Mən sənin nəslindən İsrailə hökm eləyən bir kişi əskik olmayacaq deyərək, atan Davudla əhd bağlamışdım. Ancaq siz dönüb qarşınıza qoyduğum qanunlarımı və əmirlərimi tərk eləsəz, gedib başqa Allahlara qulluq eləyərək onlara səcdə eləsəz, mən İsrailliləri onlara verdiyim torpaqdan qovub atacağam və öz adıma təqdis elədiyim bu məbədi hüzurumdan rədd eləyəcəyəm. Onda İsrail barədə bütün xalqlar arasında məsəl və kinayə söylədəcəyəm. İndi uca olan bu məbədin yanından keçən hər kəs dəhşətə gələrək deyəcək: Nə üçün Rəbb bu torpağı və bu məbədi bu cür rədd elədi? Onlara deyəcəklər: Bu xalq atalarını Misir torpağından çıxaran Allahı Rəbbi tərk elədi və başqa Allahlardan yapışdı. Onlara səcdə və qulluq elədilər. Buna görə də o bütün bu bəlanı onların üzərinə göndərdi.